Salam, axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbərin əsas buraxılışı ilə qarşınızdayıq. Studiyada Arzu Xəlilovadır. Prezident İlham Əliyev Danimarkanın paytaxtı Kopenhagen şəhərində Avropa Siyasi Birliyinin 7-ci zirvə toplantısında iştirakı çərçivəsində bir sıra önəmli görüşlər keçirib. Dövlət başçısının Ermənistan baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Macron, Ukrayna prezidenti Volodimir Zelenski və digər dövlət və hökumət başçıları ilə görüş olub. Görüşlərdə nələr müzakirə olunub, təfərrüatlar sujetdə. Azərbaycan və Ermənistan arasında təmasların davam etdirilməsi barədə razılığa gəlinib. Bu, Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən görüşündə bildirilib. Görüş zamanı tərəflər ABŞ prezidenti Donald Trumpın təşəbbüsü ilə keçirilmiş Vaşinqton sülh samitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Həmçinin onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. İki tərəfli görüş zamanı Prezident İlham Əliyev və Ermənistanın baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıb. Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIP layihəsini müzakirə ediblər. Tərəflər eyni zamanda Vaşinqton bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi də aparıblar. Prezident İlham Əliyev və Ermənistanın baş naziri bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdillik ilə qəbul edilmiş qərarı alqışlayıblar. Daha sonra tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər. Dövlət başçısı Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen ilə də görüşüb. Görüş çərçivəsində Antonio Costa və Ursula von der Leyen dövlət başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibəti ilə təbrik edərək, bunun regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvarlıqlarını bildiriblər. Daha sonra onlar sülhün dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərini diqqətə çatdırıblar. Antonio Costa və Ursula von der Leyen həmçinin regionda nəqliyyat bağlantılarının inkişafının Avropa İttifaqı üçün mühüm istiqamət olduğunu da qeyd ediblər. Prezident Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 üzv dövlətinin Azərbaycan qazını aldığını bildirib və bunun Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə olduğunu deyib. Daha sonra Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloni ilə görüşüb. Görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi bildirilib. Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyinə töhfəsi vurğulanıb. İki tərəfli görüş zamanı ölkələr arasında investisiyalar, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Prezident İlham Əliyev həmçinin Moldova prezidenti Maya Sandu ilə görüşüb. Dövlət başçısı Moldovada keçirilmiş parlament seçkilərində Maya Sandunun rəhbərlik etdiyi Hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibəti ilə təbriklərini çatdırıb. Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Ukrayna prezidenti Volodimir Zelenski ilə də görüşüb. Ukrayna prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibəti ilə dövlət başçısına təbriklərini çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, regionda davamlı sülhün təmin olunması üçün Azərbaycan bundan sonra da səylərini davam etdirəcək. Görüşdə Azərbaycanın Ukraynaya humanitar dəstəyi, xüsusilə də Ukraynalı uşaqlara göstərilən diqqət və qayğı qeyd olunub. Ukrayna tərəfi buna görə təşəkkürünü bildirib. Söhbət zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi də aparılıb. Dövlət başçısı həmçinin Niderland Krallığının baş naziri Dick Schoof ilə görüşüb. Görüşdə Niderland şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi, bunun gəmiçilik, limanlarının qurulması, elektrik sənayesi, kənd təsərrüfatı, şəhərsalma və digər sahələri əhatə etdiyi qeyd olunub. Eyni zamanda Azərbaycanla Niderland arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.
Prezident İlham Əliyevin Fransa prezidenti Emmanuel Macron ilə də görüşü olub. İkitərəfli görüş zamanı Fransa prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə İlham Əliyevi təbrik edib. Prezident İlham Əliyev isə öz növbəsində hazırda sülh gündəliyinin irəliyə aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd edib. Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Davam edir, hörmətli tamaşaçılar. Ermənistan parlamenti növbədənkənar iclasında Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında bəyanat layihəsini qəbul edib. Bu barədə Ermənistan mediası məlumat yayıb. Hakim Vətəndaş Müqaviləsi fraksiyası tərəfindən hazırlanan bəyanatda bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və Amerika Birləşmiş Ştatları liderləri tərəfindən imzalanan sənədlərdə əks olunan əsas tezislər yer alır. Parlament bu bəyanatla Ermənistan və Azərbaycan ictimaiyyətinə, eləcə də siyasi ekspert və mədəniyyət dairələrini münaqişəni yenidən qızışdıran hərəkətlərdən çəkinməyə çağırır. Bəyanat layihəsini parlamentin növbədənkənar iclasında hakim partiyanın fraksiya rəhbəri Ayk Konjoryan təqdim edib. O bildirib ki, 8 avqustda Azərbaycan və Ermənistan sülh haqqında bəyannaməni paraflayıb. Qeyd edək ki, müxalifət 20 dəqiqəlik fasilə istəyib. Bunu bəyanatın mətninə bir neçə təklif vermək istəyi ilə əsaslandırıb və fasilədə bütün tərkibi ilə parlamentdən çıxıb. İranla Azərbaycan arasında dərman və tütün qaçaqmalçılığının şərait yaradan vəzifəli şəxslər həbs olunublar. Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin əməkdaşları və digər şəxslərin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsində davam etdirilir. Bu barədə Dövlət Gömrük Komitəsi və Baş Prokurorluq birgə məlumat yayıblar. Bildirilib ki, istintaqla Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin 1-ci şöbəsinin inspektoru Vüsal Hüseynov və həmin şöbəyə təhkim olunmuş Azərterminal Kompleks Birliyinin inspektor kinoloqu Asif Hacımuradovun Etibar Hətəmli və İran vətəndaşı Jafar Rezeyan ilə qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə 400 min manat dəyərində dövlət qeydiyyatından keçməyən, o cümlədən tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələrini və aksiz markasız tütün məmulatlarını gömrük nəzarətindən kənar keçirib Azərbaycan ərazisinə aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında Vüsal Hüseynov, Asif Hacımuradov, Jafar Rezeyan və Etibar Hətəmliyə müvafiq olaraq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan edilib. Vüsal Hüseynov, Asif Hacımuradov və Etibar Hətəmli barəsində məhkəmənin qərarı ilə həbs, Jafar Rezeyan barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir. Xəzər xəbəri izləyirsiniz. Bir neçə ay əvvəl Uğur 777 estetik klinikasında qeyri-etik görüntüləri yayılan həkimin yenidən fəaliyyətə başladığı iddia olunur. Son dövrlər özünü estetik həkim kimi təqdim edən, hətta əməliyyat otağından qeyri-etik paylaşımlar etdiyinə görə tənqid olunan həkimin harda və necə fəaliyyət göstərməsi marağa səbəb olub. Təfərrüatları ilə sujetin özündən izləyək. Sosial şəbəkələrdə saxta həkim olduğu iddia edilən Uğur 777 estetik klinikasında gerçəkləşdirdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan Gülbadə Abdullayevanın yenidən fəaliyyətə başlaması ilə bağlı video yayılıb. Pasiyent klinikaya gəlir, həkimlə görüşür, liposaksiya və buxaq əməliyyatı olunmaq istədiyini dilə gətirir. Sosial platformu üzərindən açdığı səhifələrdə doktor Gülü kimi tanınan estetik həkim Gülbadə Abdullayeva ilə yeni ünvanda görüşür. Mənə bir dənə ətraflı məlumat verərdiniz də, yəni bunun gedişatı, əməliyyatdan sonra. Yoxdur, cavab bu nəticənin gücünə alır. Həqiqi deyirsiniz. Yəni idmanla, masajla onu itirə bilərsən. Niyə özünə əziyyət verirsən ki? Onda deyirsiniz ehtiyac yoxdur. Bir də zəhmət olmasa mənə buxaq baxardım. Buxaq da yoxdur.
Yoxdur. Amma bir az da O olsa dəridir, aşkım, onu eləmək olmaz. olmaz. Hə. Aha. Mən paylaşımları TikTokda gördüm, orada nömrəyə zəng etdim. Hə, yaxşı eləmişsiniz. Bu səfər sənə eləyərsə, bil ki, pula görə nəsə deyirsən. Aha. Hə. Video görüntünün izi ilə yollandıq ünvana. Yeni iş yeri, yeni avadanlıqlar, boş otaqlar. Qəbul şöbəsindən başqa klinikada heç kim gözümüzə dəymədi. Bir neçə dəqiqə Gülbadə Abdullayevanın yolunu gözlədik. O, Dost Estetik Mərkəzində çalışdığını təsdiqləsə də, cərrah kimi fəaliyyətə hələ başlamadığını dedi. Yəni o çəkilişdə də görsənir ki, yəni mən əməliyyat heç bir prosedur deməmişəm. Mən orada velaşen masaj təklif eləmişəm. Yəni burada heç bir əməliyyat prosedurları yerinə keçirilmir hal-hazırda. Biz lisenziyaya bağlı müraciət etmişik. İnşallah lisenziyamız gələndən sonra fəaliyyət göstərəcəyik. Mən işimdə ümumiyyətcə əməliyyatlar yoxdur. Mən ancaq kəsim etmirəm, abnoplastika etmirəm, mən mini liposaksiya eləyirəm, kontornoplastika, kosmetoloji prosedurlar. Adının Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində olmadığı halda necə fəaliyyət göstərəcəyinə gəlincə, Gülbadə Abdullayeva diplomunun tanınması üçün artıq müraciət etdiyini qeyd etdi. Mənim diplomlarım hal-hazırda Asan xidməti tərcümədədir. Yəni mən Türkiyə bir də Ukrayna təhsili aldığıma görə, yəni mən onları burada təsdiq elətdirməmişəm. Hal-hazırda mənim diplomlarım Asan xidməti tərcümə müraciət etmişəm. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, sosial şəbəkələrdə yayılan video görüntülərdə adı hallanan Abdullayeva Gülbadə Əli Qismət qızının adı tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur. O da bildirilib ki, Dost Estetik Mərkəzi tibb müəssisəsi deyil və müvafiq tibbi fəaliyyət göstərmək üçün lisenziyaları yoxdur. Bu mərkəzin adı Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisəsinin bazasında, eləcə də Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında mövcud deyil. Sevinç Vaqif qızı, Cabbar Qaryağdıoğlu, Xəzər xəbər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyası yeni tikilən çoxmərtəbəli binalarla bağlı yeni normaları təsdiqləyib. Qərara əsasən yeni tikilən çoxmərtəbəli binaların istismar müddəti azı 100 il olacaq. Bu da bina tikinti şirkətlərinin məsuliyyətini artıracaq. Bəs qərarın qiymətlərə təsiri necə olacaq? İzləyək. Yeni tikilən çoxmərtəbəli binaların istismar müddəti azı 100 il olacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyası yüksək binalar və komplekslər layihələndirmə normalarını təsdiqləyib. Qərara əsasən layihələndirilən hündür binalar yüksək məsuliyyət səviyyəsinə aiddir və konstruksiyalarının istismar müddəti 100 ildən az olmayaraq qəbul edilməlidir. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, yeni qaydaların məqsədi həm də yarana biləcək fövqəladə vəziyyətlərin qarşısını almaqdır. Məqsəd burada gələcəkdə inşa olunan hündür mərtəbəli, yüksək mərtəbəli bina və komplekslərdə gələcəkdə fövqəladə vəziyyət halında və yaxud şəhərsalma ilə bağlı digər tədbirlərin aparılması zamanı müəyyən infrastruktur problemlərinin yaranmaması və bunun qarşısının alınması məqsəd daşıyır. Qərara əsasən, həmçinin yüksək binaların və komplekslərin yanğından mühafizə layihələrində avtomatlaşdırılmış yanğın söndürmə və yanğın xəbərdar edici sistemləri nəzərdə tutulmalıdır. Bitişik ərazilərdə binaların sayından, təyinatından və həcmi planlaşdırma həllərindən asılı olmayaraq baş yollara giriş və çıxışlar, avtomobil duracaqları, istirahət zonaları, yaşıllıq zonaları və s. nəzərdə tutulmalıdır. Minimum fiziki ömür kimi 100 il müddətin nəzərdə tutulması da artıq tikinti aparan tərəflərin məsuliyyətini artırır. Çünki təbii ki, əgər qeyd olunan layihələr o 100 il müddətinə cavab verməyəcəksə, bu halda təbii ki, tikintiyə icazə verilməyəcək və yaxud müxtəlif vasitələrlə ondan yayınmaya çalışan tərəfləri isə növbəti mərhələdə təbii ki, məsuliyyət gözləyir. Ramil Osmanlı bildirib ki, normativlər əməl etmədən tikilən binalar istismara verilməyəcək, sakinlər çıxarış əldə edə bilməyəcəklər. Bu da çıxarışsız binalarda əmlak qiymətinin enməsinə, çıxarışlı binalarda isə artmasına səbəb olacaq. Kənan Qafar, Vüsal Cəfərov, Xəzər xəbər.
Bakıda torpaq bazarında aktivlik yüksəlib. Qiymətləndiricilər Palatasının məlumatına görə torpaq qiymətlərində son dövrdə 15-20% artım qeydə alınıb. Bəs hazırda paytaxtda hansı ərazilərdə torpaq qiymətləri yüksəkdir? Məsələni əmlak məsələləri ilə ekspertləri ilə araşdırmışıq, izləyək. Bakının mərkəzinə yaxın infrastrukturla təmin olunmuş torpaq sahələrinə tələbat artıb. Qiymətləndiricilər Palatasının məlumatına görə torpaq qiymətlərində son dövrdə 15-20% artım qeydə alınıb. Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, təklifin məhdudluğu və tikinti üçün əlverişli ərazilərə maraq nəticəsində torpaq qiymətlərində artım olub. Onun sözlərinə görə bəzi yerlərdə artım daha yüksəkdir. Son bir il ərzində 50% və daha çox artım məşhur tanıdığımız Sibris ərazisi, yəni Ləyiş bağları ərazisi, həmin əraziyə yaxın digər qəsəbələr, kəndlər, Nardaran, Ləyiş zonası, Kürdəxanı, Pirşağa ərazisində. Torpaqların qiymət artımı təxminən 50% təşkil olunubdur. Hətta yol qırağı olan kommersiya tipli daşınmaz əmlak üçün, tikintisi üçün yararlı torpaqların qiyməti 70-80%-dək artıbdır. Torpaqların həmin ərazidə hazırda bir sot üçün qiyməti 15.000 manatdan başlayaraq 50.000 manata kimi dəyişir. Ekspertin sözlərinə görə şəhərin mərkəzinə yaxın torpaq sahələri məhdud olduğu üçün bu ərazilərdə də qiymətlərdə yüksək artım var. İndividual olaraq şəhərin mərkəzi hissəsində faktiki olaraq torpaq yoxdur bildiyimiz qədər, amma söküntü üçün yararlı yerlər olarsa, onların orta qiyməti hazırda 500.000 civarındadır bir sot torpağın qiyməti. Mərkəz ətrafı ərazilərdə torpaqların qiyməti 250.000, 400.000 arasında orta hesabla dəyişir. Bakı şəhərin ətrafında olan ərazilərdə yəni yerindən və təyinatından asılı olaraq ən vacib məsələ torpağın özəl olmasıdır. Onun hansı kateqoriyaya aid olmasıdır. Yəni ki, yaşayış məntəqələri və yaxud da ki, digər kateqoriyalar. Yəni kateqoriyaların olmağı çox önəmlidir ki, yəni həmin torpaq üzərində nə kimi layihə inşaat etmək olar. Ekspert bildirir ki, Sumqayıt və Xırdalan şəhərlərində torpaq qiymətləri son ildə 10-12% arasında artıb. Ən az artım isə kənd təsərrüfatı torpaqlarında qeydə alınıb. Şəbnəm Qurbansoy, Xəzər xəbər. Yevlaxda kafedə qətl hadisəsi törədilib, 29 yaşlı şəxs qətlə yetirilib. Rayon prokurorluğunun yaydığı məlumata görə oktyabrın 1-də rayon ərazisində 29 yaşlı Saməddəbad kənd sakini Xəyal Zeynalovun aldığı xəsarətlər səbəbindən xəstəxanada ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı 26 yaşlı Mahir Baxşalizadənin rayon ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Xəyal Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Yevlax rayon prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Mahir Baxşalizadə şübhəli şəxs qismində tutulub. Qətlə yetirilən şəxsin nişanlı olduğu deyilir. Bir gün sonra xəbərimiz oldu ki, balinsadadır. Getdik, yanını bırakmadılar. Dedilər ki, hiçbir şey yoxdur, xırda bir şeydir. Xırda bir şey dedilər, elə bıçağın ucu dəyibdir, zarafatlaşma deyib, belə dedilər bizə. Sən demə, yarası böyüyümüş, bıçaq dərin işləyibmiş. Heç rəhmətə gedənə qədər biz onunla görüşə bilmədik. Xəzər xəbəri izləyirsiniz. İstanbulda 5 bal gücündə zəlzələ olub, 17 nəfər xəsarət alıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Zəlzələnin Tekirdağ bölgəsində Mərmərə dənizi sahilində baş verdiyi deyilir. Yeraltı təkanların ocağı 6,71 km dərinlikdə olub. İstanbul valisi Davud Gül zəlzələdən sonra tələfat qeydə alınmadığını bildirib. Böyük Britaniyanın Manchester şəhərində naməlum şəxs sinaqoq yaxınlığında insanlara hücum edib. Həmin şəxs ilk olaraq avtomobilini izdihamın üzərinə sürüb, daha sonra bıçaqla ətrafdakı insanlara hücum edib. Hadisə zamanı 2 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb. Polis insidenti törədən şəxsə atəş açıb və onun zərərsizləşdirildiyini ehtimal edir. Üzərində naməlum əşyalar olması səbəbindən əraziyə bomba zərərsizləşdirmə komandası cəlb olunub. Böyük Britaniya rəhbərliyi hadisəni terror aktı olaraq qiymətləndirib. Məlumata görə ölkənin baş naziri Keir Starmer insidentə görə Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammitini vaxtından əvvəl tərk edib və Britaniya qayıdıb. O, məsələ ilə bağlı hökumətin təcili iclasını
keçirəcək. Mərakeşdə 5 gündür ki davam edən Z nəsli gənclərin etiraz aksiyalarında təhlükəsizlik qüvvələrindən 263 nəfər, mülki şəxslərdən isə 23 nəfər xəsarət alıb. Bu barədə Mərakeşin Daxili İşlər Nazirliyi məlumat yayıb. Etirazçılar təhlükəsizlik qüvvələrinə qarşı bıçaq, daş və molotov kokteyllərindən istifadə ediblər. Toqquşmalar zamanı 409 etirazçı saxlanılıb. Qeyd edək ki, etirazçı gənclər əsasən sosial şəbəkələrdə təşkilatlananlardır. Onlar təhsil və səhiyyə sisteminin yaxşılaşdırılmasını tələb edir. Həmçinin gələn il Mərakeşin ev sahibliyi edəcəyi Afrika Millətlər Kuboku üçün stadion tikintisinə milyardların xərclənməsinə qarşı çıxırlar. Suriyanın keçmiş prezidenti Bəşər Əsədi zəhərləyiblər. Bu barədə Rusiya kütləvi informasiya vasitələri Suriya İnsan Haqları Müşahidə Qrupuna istinadən məlumat yayıb. Bildirilib ki, hazırda onun vəziyyəti stabildir. Qeyd olunub ki, Əsəd sentyabrın 29-da Moskva ətrafındakı xəstəxanadan evə buraxılıb. Mənbənin sözlərinə görə Əsəd xəstəxanada olduğu müddətdə ona yalnız qardaşı Mahir və prezident işləri üzrə keçmiş baş katib Mənsur Əzzamın baş çəkməsinə icazə verilib. Əməliyyatı həyata keçirən tərəf rəsmi Moskvanı pis vəziyyətdə qoymaq və onu keçmiş prezidentə sui-qəsdə ittiham etməyi planlaşdırıb deyə mənbə qeyd edib. Davam edir, hörmətli tamaşaçılar. Ağdamda baş verən yanğın zamanı 2 nəfər ağır xəsarət alıb. Hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Əhəd İsmailova məxsus 3 otaqlı evdə yanğın olub. Hadisə nəticəsində 12 yaşlı qız və nənəsi, 60 yaşlı Zibeydə İsmailova yanıq xəsarətləri alaraq Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıblar. İlkin müayinə zamanı hər iki şəxsə 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. Onlar vəziyyətləri nəzərə alınaraq Bakıya göndəriliblər. Hadisə yerinə cəlb edilən yanğın söndürənlər yanğını söndürərək yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıblar. Təcili tibbi yardım maşını kəndə gedib çata bilmədiyi üçün xəstəni xəstəxanaya yük maşını ilə aparmalı olublar. Hadisə Qubanın Qardaş kəndində baş verib. Kəndə gedən yolun şəraitsizliyi maşına mənzil başına çatmağa imkan verməyib. Həkimlər xəstənin yanına xeyli məsafəni piyada gediblər. Təcili tibbi yardım həkimləri yolu piyada getdilər. Təcili yardım gəlib, durub burada dağın üstündə. Mən deyir, aşağı düşənmirəm deyir, yəni yol pis gündədir, yol yoxdur. Qubanın Kardaş kəndinin yolu bərbad vəziyyətdə olduğu üçün təcili tibbi yardım maşını kəndə gedə bilməyib. Baxın, şoförü durub burada, həkimi aparmışıq piyada, həkim düşüb piyada, kənd qalır aşağıda. Kənd sakini Səxavət Mustafayev deyir ki, yaxını xəstələndiyinə görə təcili yardım çağırıblar. Kəndə gedən tibbi maşın yarı yolda qalıb. Xəstəni yük maşını ilə aparmalı olublar. Səhərcə təcili yardım çağırdı, xəstəmiz var idi. Gəldi təcili yardım, kəndə düşənmədi. Xəstə qaldı burada. Yəni 3 saat xəstə qaldı burada. Tezdən yenə də zəng elədi, dedi ki, biz ora gələ bilmirik. Gəlmədilər. Öz böyük Qurzavoy maşınla xəstəni alıb aparmışıq balnisaya. Kəndin ortasından çay keçir. Sakinlər bildirirlər ki, şəraitsiz yollarla bərabər körpü də problemlidir. Problemimiz körpü, bir də ki, yol problemidir. Yolda istifadə etmək olmur. Kiçik maşınlar vəbşə qalxa düşə bilmir. Yağışda palçıq olur, qalxa bilmirik. Yayda da ki, altı dəyir. Çox pis vəziyyətdədir yol. Yolumuz pis vəziyyətdədir. Skor pamuş həyətə gələ bilmir. Çaya sel suları gələndə pajarı da keçə bilmir hətta. Ona görə aidiyyatı orqanlarda xahiş edir ki, bizim üçün yol çəksinlər. Məsələ ilə bağlı Kardaş kəndi bələdiyyəsindən bildirildi ki, yolların təmiri üçün büdcədə kifayət qədər vəsaitləri yoxdur. Həqiqətən o yolun, o kəndin yolları pis vəziyyətdədir. İstər qaz da yoxdur. Amma aidiyyatı üzrə biz hamısını məlumatlandırmışıq, aidiyyatı orqanları. Bələdiyyəyə gəldikdə isə bələdiyyənin o imkanların xaricindədir. Həmin o yolların bərpası, körpünün qoyulması və s. O da qeyd edilib ki, gələcəkdə vəsait yığılan kimi yolların təmiri nəzərdə tutulub. Emin Kərimov, Rafael Mayılbəy,
Yusif Kərimli, Xəzər xəbər. Tovuz sakini 30 ilə yaxındır fəaliyyət göstərən obyektinə çıxarış ala bilmir. Deyir ki, ona müxtəlif bəhanələr gətirilir. Halbuki onun obyektinin yanındakı bütün tikililərin çıxarışı var. Bəs bunun səbəbi nədir? Aidiyyatı qurum məsələyə münasibət bildirib. Tovuz rayonunun Alakol kənd sakini Vüqar İsmailov obyektinə çıxarış ala bilmir. Vətəndaş bildirir ki, 1996-cı ildə Tovuz rayon icra hakimiyyətindən obyekt üçün torpaq alıb. Qovlar şəhərində yerləşən 20 kvadrat metr torpaq sahəsində hazırda avtomobil sexi fəaliyyət göstərir. Vətəndaşa çıxarışın verilməməsi ilə bağlı fərqli səbəblər göstərilib. 96-cı ildə icra hakimiyyəti tərəfindən verilən sərəncamla verilən bizə 20 kvadrat sahə o ildən verilib. O ildən də bu sahə tikilib, bu sex tikilib. İndi biz bu sexə çıxarış almaq istəyirik. Dəfələrlə müraciət eləmişik. Bizə deyirlər ki, buradan yüksək gərginlikli xətt keçir, bələdiyyənin yerindədir, filandır, festandır. Vətəndaş onu da iddia edir ki, onun obyektinin sağında və solunda yerləşən ev və digər təyinatlı obyektlərin çıxarışı var. Nətər olur ki, eyni xəttdə, paralel xəttdə, bölümdə zapravka, burada zapravka, anrı yanında ev. Bu 3 dənə obyektin daşınmaz əmlak, toz rəng daşınmaz əmlak ki, buraya çıxarış verir. Ma gələndə deyir ki, buradan xətt gedir, bələdiyyənin balan. Bələdiyyə 99-cu ildən seçkisi olub, 2000-ci ildən fəaliyyətə başlayıb. İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidmətindən bildirildi ki, həmin avtomobil təmir sexinin quraşdırılması üçün ayrılmış 20 kvadrat metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədi ilə əmlak məsələləri dövlət xidmətinə müraciət edilib. Əraziyə baxış keçirilən zaman məlum olub ki, torpaq sahəsi 20 kvadrat metr olmasına baxmayaraq, inşa edilən qeyri-yaşayış sahəsi 44 kvadrat metrdir. Həmçinin qeyri-yaşayış binasının 36 metr məsafəsindən dəmir yolu xətti və 3,5 metr məsafəsindən 10 kilovoltluq yüksək gərginlikli hava elektrik ötürücü xətti keçir. Torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarını, elektron baza məlumatlarını əsasən araşdıran zaman qeyri-yaşayış binasının dəmir yolu xəttinin mühafizə zolağında yerləşdiyi, torpaq sahəsinin isə bələdiyyə mülkiyyətində olan torpaqlara aid olduğu aşkar edilib. Bu səbəblərdən çıxarışın əldə edilməsi mümkün olmayıb. O da qeyd edilib ki, vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Cümşüd Məmmədov, Kəmalə Əlimuradova, Xəzər xəbər. Bakıda İranlı narkotacirlərlə əlbir olan şəxsdə 20 kiloqram narkotik vasitə aşkar olunub. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları İran vətəndaşları olan narkotacirlərə əlbir olan şəxslərin tutulması istiqamətində növbəti əməliyyat keçiriblər. Sabayıl rayonunda keçirilən əməliyyat zamanı 46 yaşlı əvvəl məhkum olunmuş Arif Yusifov saxlanılıb. Ondan 20 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş qurudulmuş marixuana aşkar olunub. Arif Yusifovun paytaxt ərazisində narkotik vasitələrin satışını və yayılmasını təşkil edərək maddi qazanc əldə etdiyinə əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Valideynlərini itirmiş Bakı sakini bir dəfəli müavinəti ala bilmədiyini iddia edir. Məleykə Ələkbərova iddia edir ki, ona məktəbi bitirmədiyi üçün təsdiq sənədi verilə bilmədiyi deyilir. Onun narazılığına aidiyyəti qurumdan da açıqlama var. Valideynlərini itirmiş Bakı sakini Məleykə Ələkbərova 2600 manat məbləğində bir dəfəlik müavinəti ala bilmədiyini iddia edir. Onun sözlərinə görə 1995-ci ildə bir nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinə qəbul olunub. 2001-ci il tarixində isə həmin məktəbin 9-cu sinifini bitirib. Bir nömrəli internat məktəbində böyümüşəm, Məşdağada. Bir dəfəni dövlət tərəfindən verilən bir dəfəni müavinəti almaq üçün yaxınlaşmışam direktora. Oradan mənə arayış təqdim olunubdur. Arayışı elm təhsil idarəsinə təqdim eləmişəm. 8 aydır bir dəfəni müavinəti mən ala bilmirəm. Yəni sənədlər yığırılıbdır, keçən ildə verilibdir, toplanılıb, verilib, amma hələ ki indiyənə qədər, yəni bu bir il ərzinə, bir il çatacaq, bir ay qalıbdır. Hələ mən indiyənə qədər müavinəti, bir dəfəni müavinəti ala bilmirəm. Məleykə Ələkbərova iddia edir ki, ona məktəbi bitirmədiyi üçün təsdiq sənədi verilə bilinmədiyi deyilir. Deyir ki, mənimsə buna müvafiq hüququm var. Səbəb odur ki,
mənə yəni atqaz cavabı verilibdir, zənglər, yəni oradan o arayışı verilən valideyn himayəsindən məhrum olunan arayışın üstünü təsdiq eləmir. Elm Təhsil İdarəsi, mən 9 illiyimi mən həmən məktəbdə bitirmişəm. Bakı şəhər üzrə təhsil idarəsindən Xəzər xəbərə bildirildi ki, Ələkbərova Məleykə Eyvaz qızının 1 nömrəli ümumi təyinatlı internat tipli ümumi təhsil məktəbini bitirdiyi tarix, müavinətin verilməsi ilə bağlı verilmiş qərarın qüvvəyə mindiyi tarixdən əvvələ təsadüf etdiyinə görə, həmin şəxsin bir dəfəlik pul vəsaiti alması müvafiq qanunun tələblərinə uyğun deyil. Şəhla Poladova, Əli Ələkbərov, Nərmin Məmmədhəsənli, Xəzər xəbər. Son vaxtlar kredit müqavilələrinə zamin duran şəxslərin də borclayan kimi məsuliyyət daşıyıb daşımadığı, xüsusilə onların ölkədən çıxışına qadağa qoyulub qoyulmaması məsələsi gündəmə gəlib. Maraqlıdır, kredit müqaviləsinə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi? Bu, hansı hallarda ola bilər? Məsələni araşdırmışıq, izləyək. Böyük məbləğlərdə kredit götürərkən banklar zamin tələb edir. Borc alan borcu ödəmədikdə isə zamin duran şəxs bank tərəfindən narahat edilir. İndi də kredit müqavilələrinə zamin duran şəxslərin də borc alan kimi məsuliyyət daşıdığı, xüsusilə onların ölkədən çıxışına qadağa qoyulması məsələsi gündəmə gəlib. Bəs kredit müqaviləsinə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi? İqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə həm borc alan, həm də zamin yalnız məhkəmə qərarı olduqda borcu ödəməyə məcbur edilə bilər. Əgər zamin və ya borc alan borcu ödəmə imkanına malik olsa, lakin bilərəkdən bundan yayınsa, o halda onların ölkədən çıxışına qadağa qoyula bilər. Zaminlə borc alanın öhdəlikləri eynidir. Yəni, əgər kredit ödənilmirsə və krediti verən şəxs bankdır tutağım, məhkəməyə verib və məhkəmə qərarı varsa ki, həmin borc ödənilməlidir, bu halda həmin borcu həm zamindən, həm də borc alandan tuta bilərlər. Və onlar əgər ödəmirlərsə və sübut varsa ki, onlar pulları ola-ola bu ödənişi etmirlərsə, deməli, heç bir üzürlü səbəbi yoxdur. Bu halda da işə baxan icra məmuru məhkəməyə təqdimat verə bilər ki, borcluya, zaminə ölkədən çıxışına qadağa qoyulsun. Ekspert həmçinin onu da bildirib ki, yalnız üzürsüz səbəbdən borc ödənilmədikdə ölkədən çıxışa qadağa qoyula bilər. Əgər vətəndaşın pulu yoxdursa, bu üzürlü səbəb sayılır. İcra haqqında qanuna görə bu o halda edilə bilər ki, həmin borc üzürsüz səbəbdən ödənilmir. Şəxsin ödəniş qabiliyyəti yoxdursa, bu artıq o deməkdir ki, üzürlü səbəbdən ödənilmir və bu halda ölkədən çıxışa qadağa qoyula bilməz. Amma təəssüf ki, təcrübədə xeyli halda icra məmurları hətta şəxsin ödəniş qabiliyyəti olmayanda belə məhkəməyə müraciət edirlər ki, onun ölkədən çıxışına qadağa qoyulsun. Onu da qeyd edək ki, kredit müqavilələrində zaminlə borc alanın öhdəlikləri eynidir. Şəbnəm Qurbansoy, Xəzər xəbər. Son model avtomobil qəzaya uğrayıb, amma təhlükəsizlik yastıqları açılmayıb. Bu məsələ sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Niyə bəzən heç də ucuz olmayan maşınlarda bu sistem işləmir? Mütəxəssislər bunun bir neçə texniki səbəbini izah edirlər. Daha ətraflı növbəti sujetimizdə. Son model avtomobil qəzaya uğrayıb, amma avtomobildə heç bir təhlükəsizlik yastığı açılmayıb. Bu hadisə hər kəsdə sual doğurur. Elə də ucuz qiymətə olmayan yeni avtomobillərdə təhlükəsizlik yastıqları niyə açılmayıb? Usta Sahil Ağabəyli deyir ki, avtomobil kənardan zərbə alanda təhlükəsizlik yastıqlarının sensorları bəzən onu qəza kimi qəbul etmir. Ona görə də təhlükəsizlik yastıqları açılmaya bilər. Usta bildirir ki, hətta sensorlar qəzanın ağırlıq dərəcəsini və zərbənin hansı bucaqdan dəyməsini belə düzgün hesablayır. Həmin sensorlar udarın dərəcəsini orada göstərir. Avtomobil hara nə udarla dəydi. Yavaş udar dəyərsə, baxarsan ki, ola bilsin avtomobilin qabağı əzilə bilər, həmin hava yastıqları açılmaya bilər. Çünki Azərbaycana gələn Amerika bazarından bugün brend markaların gəlişi özünüzdə görürsünüz ki, var. Orada vurulan avtomobil baxırsan ki, hava yastığı açılmayıb. Hansı ki, bunun bir tərəfi yoxdur. Baxırsan ki, bir tərəf qapı, qanadı,
kanadı və yaxud da ki, qabaq krilosu yoxdur, amma təhlükəsizlik yastığı açılmayıb. Niyə? Çünki sürücüyə və yaxud da sərnişinə zərər dəyməyəcək dərəcədə dəyib ki, yəni sıyırtma gedib bunların hansındansa. Amma hər hansı bir qabaqdan 10 santimlik bir zədəsi olar avtomobilin hava yastıqlarının hamısı açılır. Çünki burada adı üstündə pasiv təhlükəsizlik yazığı. Təhlükəsizlik barədə sürücünün və sərnişinin ən qoruyacaq hissə odur. O da udar altında da saxlayır. Ara küçələrdə və ya dalanlarda bəzi sürücülər çox vaxt təhlükəsizlik kəmərindən istifadə etmirlər. Bu da həmin yastıqların açılmamasına səbəb ola bilir. Buna görə də mütəxəssislər əlavə edirlər ki, təhlükəsizlik yastıqlarının işləməsi üçün sürücünün kəmərdən istifadə etməsi də əsas şərtlərdəndir. Təhlükəsizlik kəmərini taxanda burada tezlik yaranır. Ola bilsin ki, açılmaya da bilər. %% açılmaya da bilər və geclik yarana bilər. Sürücü artıq başı sükana dəyəndən sonra bu açılma şansı ola bilər. Amma təhlükəsizlik kəmərini taxanda təkər hər hansı bir yerə dəydisə, sürücünü 1 saniyə içərisində kəməri dartır, oradan bərkidir. Pasiv təhlükəsizlik yastığı da həmin anda düz sürücünün sifətinə və yaxud da ki, sinəsinə çırpılır və yaxud da ki, yandan udar dəyərsə, baş tərəfini hər hansı bir şüşəyə və hər hansı bir maneəyə qoymur. Təhlükəsizlik kəməri taxılmayanda yastıqlar çox vaxt aktiv olmur. Çünki sistem sürücünün qorunma mexanizmini məhz kəmərlə birlikdə işə salır. Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, təhlükəsizlik kəmərindən istifadə etməklə yanaşı avtomobilin təhlükəsizlik yastıqlarının sensorlarının texniki vəziyyətinə də daimi nəzarət etsinlər. Ramal Abdullayev, Ramil İbrahimov, Xəzər xəbər. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində 2023-cü ildə 78, 2024-cü ildə 249, bu ilin müvafiq dövründə isə 54-ü rəhbər heyət olmaqla 143 əməkdaş barəsində inzibati tənbih, intizam tənbihi və təşkilati ştat tədbirləri görülüb. O cümlədən bu il 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 22, 2024-cü ildə 95, bu ildə isə 75 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün baş prokurorluğa göndərilib. Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə 9100 çağrı mərkəzinə və ya info@səfərbərlik.gov.az elektron poçt ünvanına müraciət etmələri tövsiyə olunur. Xarici xəbərlərlə davam edir, hörmətli tamaşaçılar. Avropanın gündəmində yenə də Ukrayna var. Kopenhagendə keçirilən sammitdə Ukrayna prezidenti Volodimir Zelenski mühüm açıqlamalar verib. O deyib ki, Ukrayna yalnız öz azadlığı üçün deyil, bütün Avropanın azadlığı üçün mübarizə aparır. Zelenski bildirib ki, Rusiya hələ də sanksiyaya məruz qalmış tankerlərdən istifadə edir. O, Rusiyaya qarşı 19-cu sanksiya paketinin dərhal tətbiq edilməsinə çağırıb. Avropa İttifaqı ölkələri Rusiyanın pilotsuz uçuş aparatları ilə bağlı təhdidlə getdikcə daha çox üzləşir. Bunu Ukrayna prezidenti Volodimir Zelenski Kopenhagendə Avropa Siyasi Birliyinin sammitində bildirib. O, Ukraynanın Avropa İttifaqına dron təhlükəsinə qarşı mübarizədə kömək edəcəyini qeyd edib. Zelenski həmçinin əlavə edib ki, Birləşmiş Ştatlar prezidenti Donald Trumpın uzaq mənzilli silahların tədarükü ilə bağlı qərarını gözləyir. Biz Amerika Birləşmiş Ştatları prezidenti ilə danışdıq və bu dialoqa görə ona minnətdarıq. Keçən dəfə bizim çox yaxşı və məhsuldar görüşümüz oldu. Biz raketlər və uzaq mənzilli silahlar barədə danışdıq. Hər şey onun qərarından asılıdır. Ukrayna prezidenti bildirib ki, Rusiya Avropanı bölmək, ümumi dil tapmağa mane olmaq strategiyası yürüdür. Əziz dostlar, biz indi yeni reallıqdayıq. Düşünürəm ki, bunu hamı başa düşür. Hətta bunu hələ etiraf etmək istəməyənlər də. Avropanın hər yerində dronlarla bağlı son hadisələr Rusiyanın bu müharibəni gərginləşdirmək üçün özünü əvvəlki kimi kifayət qədər güclü hesab etməsinə dəlalət edir. Və söhbət heç vaxt təkcə Ukraynadan getməyib. Rusiya həmişə Qərbi və xüsusilə də Avropanı parçalamaq istəyib. Bugün onların strategiyası sadədir. Avropanı bölmək, mübahisələri qızışdırmaq, bizim ümumi dil tapmağımıza mane olmaq.
Zelenski deyib ki, Rusiya hələ də sanksiyaya məruz qalmış tankerlərdən istifadə edir. O, Rusiyaya qarşı 19-cu sanksiya paketinin dərhal tətbiq edilməsinə çağırıb. İndi biz görürük ki, hətta sanksiyalara məruz qalan tankerləri Rusiya hələ də istifadə edir. Buna son qoyulmalıdır. Gəlin, kölgə donanmasının gəmilərinin kapitanlarına və heyətlərinə, eləcə də müvafiq şirkətlərin sahiblərinə qarşı da əlavə sanksiyalar tətbiq edir. Zelenski Ukraynanın təhlükəsizlik zəmanətləri barədə danışarkən bu zəmanətlərin bütün Avropa ölkələrinə verilməli olduğunu bildirib. O deyib ki, təhlükəsizlik zəmanətlərinin effektiv modelləri Avropa Birliyi ölkələrində də tətbiq edilməlidir. Kəmalə Əlimuradova, Xəzər xəbər. Rusiya ordusu Ukraynanın Xarkov və Xerson vilayətlərinə raket zərbələri endirib. Xarkov vilayətinin Balakliya şəhərində raket zərbəsi nəticəsində bir nəfər həyatını itirib, 16 nəfər yaralanıb. Məlumata görə raket şəhərin mərkəzinə 5 mərtəbəli yaşayış binasının yaxınlığına düşüb. Nəticədə yanğın baş verib, avtomobillər və 5-ci mərtəbədəki mənzil yanıb. Fövqəladə Hallar Xidməti bildirib ki, zərbə nəticəsində 88 yaşlı qadın həlak olub, yaralanan 16 nəfərin arasında 4 yaşlı qız uşağı da var. Xersona cuma nəticəsində 2 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb. Bir çox mərtəbəli binanın və 10 fərdi evin zədələndiyi deyilir. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Qəzzada münaqişəni sonlandırmaq məqsədi ilə irəli sürdüyü 20 maddəlik sülh planı ilə bağlı paylaşım edib. Truth Social sosial şəbəkəsindəki paylaşımında Trump yaxın şərqdə sülhü bərqərar etmə yönündəki səylərinə dair müxtəlif ölkələrin bəyanatlarına yer verib. Həmin bəyanatlar arasında Azərbaycan Xarici İşlər Nazirliyinin müvafiq açıqlaması da yer alıb. Xatırladaq ki, sentyabrın 30-da Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trumpın Qəzza bölgəsində münaqişəyə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlayıb. Gəncə Dünya Məktəbinin dəstəyi ilə hazırda məktəbdə 21 nəfər şəhid övladı təhsil alır. Xəzər Universiteti Gəncə Dünya Məktəbi artıq 4 ildir ki, regionda beynəlxalq IB proqramı əsasında uğurla fəaliyyət göstərir. Bu illər ərzində məktəb yalnız yüksək keyfiyyətli təhsili ilə deyil, eyni zamanda sosial məsuliyyət və vətənpərvərlik dəyərlərinə sadiqliyi ilə də seçilir. Gəncə Dünya Məktəbinin dəstəyi ilə hazırda məktəbdə 21 nəfər şəhid övladı təhsil alır. Bu, məktəbin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və mənəvi dəstəyin bariz nümunəsidir. Təhsil alan şəhid övladlarından 2-ci sinif şagirdi Nilay Əliyeva və 3-cü sinif şagirdi Xədicə Şahnəzərli 28 sentyabr 2025-ci il tarixində ölkə başçısı cənab İlham Əliyevin Gəncə səfəri zamanı şəxsən görüşdüyü uşaqlar arasında olub. Bu görüş təkcə onların ailələri üçün deyil, məktəb kollektivi və bütövlükdə cəmiyyət üçün böyük qürur mənbəyidir. Mən burada 2-ci sinifdə oxuyuram. Müəlliməmin dərsini xoşlayıram. Sinif yoldaşlarımla oyun oynayırıq. Dərs çalışırıq. Atlesin oyunda şəkil çəkirik, nəsə qayırırıq. Bura Gəncə Dünya Məktəbidir. 3-cü sinifdə oxuyuram. Ən sevdiyim fən də dansdır, bir də STEM-dir. Məktəbin məqsədi bu övladlara yalnız təhsil vermək deyil, həm də onları cəmiyyətə faydalı, özünə inamlı, milli mənəvi dəyərlərə sadiq fərdlər kimi yetişdirməkdir. Bu təşəbbüs ölkə başçısı cənab İlham Əliyevin şəhid ailələrinə və övladlarına göstərdiyi xüsusi qayğı və diqqətin təhsil sahəsindəki davamıdır. Qeyd etmək istəyirəm ki, Gəncə Dünya Məktəbi Gəncə şəhərində artıq 4 ildir ki, fəaliyyət göstərir. Ümumilikdə məktəbimizdə 222 şagird təhsil alır və həmin şagirdlərdən 21 nəfəri şəhid övladıdır. Biz dünya məktəblərinin hər birində şəhid övladlarına göstərilən diqqət və qayğını təkcə vəzifə deyil, eyni zamanda mənəvi borc kimi qəbul edirik. Biz şəhid yadigarlarını sevgi və məsuliyyətlə böyütməkdən qürur duyuruq. Yevlax sakinləri, ekrana yaxın əyləşin, çünki Kontakt Sabah Yevlaxda ilk mağazasını təqdim edir. Əyləncəli açılış barədə daha ətraflı sujetdə.
Yevlax sakinlərinə sevindirici xəbər. Sabah şəhərinizdə ilk kontakt mağazası açılır. Canlı musiqi, əyləncə və hədiyyələrlə dolu açılış tədbiri sabah saat 16:00-da başlayacaq. Tədbirə bütün şəhər sakinləri dəvətlidir. Açılışa gələnlər əylənməklə yanaşı həm də sərfəli alış-veriş edə biləcək. Çünki bu mağazada açılışa özəl nağd alışda 60%-ədək endirimlər var. Üstəlik, oktyabrın 12-sədək istədiyiniz məhsulun endirimli qiymətini 24 ayədək bölüb rahatlıqla ödəyə də bilərsiniz. Açılış günü 6000 mAh batareya ömrü olan Xiaomi Redmi 15C smartfonunu 390 yox, 320 manata, 101 sm diaqonallı Hisense televizorunu 700 yox, 360 manata, 6 kiloqram həcmi olan Hoffman paltar yuanını 600 yox, 450 manata, 231 litr tutumu olan Toshiba soyuducusu isə 1200 yox, 800 manata sizin ola bilər. Odur ki, doyunca əylənmək, hədiyyələr qazanmaq istəyirsinizsə, sabah Yevlax şəhəri Heydər Əliyev prospekti 52 ünvanında yerləşən kontakt mağazasına gəlməyi unutmayın. Belə bugünlük xəbərlərimizdən bu qədər hörmətli tamaşaçılar. Sabah eyni saatda yenidən görüşmək.